Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiya işlərinə hazırlıq aparılır. Ermənistan tərəfi Əskipara Bağanis yolu boyunca tikanlı məftillər çəkir. Bu o deməkdir ki, Ermənistan qoşunları hazırki mövqelərindən ən azı 500-600 metr geri çəkiləcək. Gündəm xəbər publikasında istinadla xəbər verir ki, bu barədə Açarkurt İcma Şurasının keçmiş üzvü Karen Qazaryan deyib. O qeyd edib ki, aprelin 15-dən sonra demarkasiya işlərinə start veriləcək və erməni qoşunları mövqelərindən çıxarılacaq. Bu haqda hələ yanvar ayında məlumat almışdım. Hazırda qoşunlar eyni yerdə dayanıb. Sadəcə müəyyən hazırlıq işləri aparılır. Son günlər Voskepar Bağanis yolunda tikanlı məftillər çəkilir. Anklav olan yuxarı Əskiparanın təhvil veriləcəyini bilirik, lakin hazırda İcevan, Bərxudarlı, Sofulu yolunda müəyyən işlər görülür. Bu işlər başa çatdırılacaq və minaların təmizlənməsinə start veriləcək. Əldə etdiyi məlumata görə aprelin 15-dən sonra qoşunların çıxarılması həyata keçiriləcək deyə Karen Qazaryan bildirib.